Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Mən bugün sizlərə OTK-nın təşkil etdiyi sınaq imtahanından olan riyaziyyat suallarının izahını verəcəyəm. Deməli, birinci suala başlayırıq. Nə deyir? Deyir, iki müstəvi 60 dərəcə bucaq altında kəsişir. Deməli, şöyle 2 də müstəvi çəkirik. Müstəvilə bu şəkildə göstərə bilərik. Bunlar deyir, 60 dərəcə bucaq altında kəsişirlər. Bu müstəvilərdən birinin üzərində olan A nöqtəsi bura digər müstəvidən 6 cm məsafədədir. Bura 6-dır. A nöqtəsindən müstəvilərin kəsmə xəttinə qədər olan məsafə soruşur. Bura 30 dərəcədir. 60-ın qabağındakı əgər 6-dırsa da 30-un qabağındakı bunun kökü 3 dəfə az olar. 6-yı kök 3-ə bölsək 2 kök altda 3. 30-un qarşısındakı kateter hipotenuzun yarısına bərabər olduğuna görə burada 4 kök 3'dür. Yəni cavab şular E variantı. 32-ci suala baxırıq. 15% 60 olan ədəd tapın. Faizdən qədər tapması ədədi verilmiş 100'ə vurub faizə bölükdə uşaqlar. 60 vurulmuş 100 bölünmüş 15%. İxtisar aparsaq cavab eləyər 400. Yəni A variantı. 33-cü suala baxalım. Nədir? A çoxlu elementləri 2 rəqəmli cüt ədədlər çoxluğudur uşaqlar. 2 rəqəmli cüt ədədlər 10, 12, 14 davam edir 98'ə qədər. B çoxlu elementlər isə 6'ya bölünən 2 rəqəmli ədədlər çoxluğu. 6'ya bölünən 2 rəqəmli ədədlər çoxluğu 12, 18, 24 davam edir. Bir də demək 98 bölünür xeyr 96 bir də. Deyir bu iki çoxluğun deyir kəsişməsinin elementlərinin sayını tapmışlar. Kəsişmə də gördüyünüz kimi B A-nın alt çoxluğu olduğuna görə elə B elementini götürəcəyik. Yəni bunların sayını tapmalıyıq uşaqlar. Bunda say tapma düsturu daha rahat bir düsturumuz var. Böyükdən kiçiyi çıxırıq. Onların arasındakı fərqə bölüb üstə bir gəlirik. 96'dan 12 çıxsaq deməklə 84 bölək 6 üstələk 1. 84'ü 6'ya bölsək 24 üstələk 1 gəlsək 25. Hə uşaqlar burada böldükdə səhv böldük. 84'ü 6'ya bölsək 14 üstələk 1 gəlsək 15. Yəni cavab A variantıdır. Sonra baxaq uşaqlar 34-cü suala baxaq. 34'də nə deyir? Radiusu 5 olan kürənin səthinin sayısını tapmışlar. Kürənin səthinin sahəsi 4 pi kvadratıdır. Yəni 4 vurulmuş pi vurulmuş radius 25 olar kvadratı eləyər 100 pi. Yəni cavab E variantı. 35-ci suala baxırıq uşaqlar. 35'də deyir ki, təriflər sistemindən x, y tap. Biz birinci ifadədən x-in mörtəzə xaricinə çıxarsaq bunu alarıq. İkinci ifadədə olduğu kimi saxlayalım. Deməli burada da x vuraq. Bax bu ifadənin yerinə 1 yaza bilərik. Bərabərdir 2'yə. X'i aldıq uşaqlar 2. X'in yerinə 2 yazsaq burada 4 üstələ y bərabərdir 1. İlkə də aldıq. Mənfi 3. Bizə x, y hasini soruşursa cavab mənfi 6 olar. Yəni uşaqlar D variantı. Bir də dəqiq baxaq. X-i mörtəzə xaricinə çıxartdıq. Bəli düzdür. Bunun yerinə yazdıq. X aldıq 2. İlkə də aldıq. Mənfi 3 düzdür. 36-cı suala baxırıq uşaqlar. Əvvəlcə mörtəzi vuraq açaq. 4x çıxaq 6. Kiçik bərabərdir 3x çıxaq 2'yə. X kiçik bərabərdir müsbət 4'ə. Natural həllərinin cəmini soruşur uşaqlar. O da eləyər 10. Yəni B variantı. Uşaqlar zəhmət olmasa bir də kanala abunə olardınız. Uşaqlar növbəti sualımıza baxalım. 37-ci suala baxır uşaqlar. Deyir ki, AD təmböləndir. Şəkil bir dənə cəhd çəkəyin ki, vaxtımız çox getməsin. Burada deməli A, B, C, D. Burada təmböləndir. AB-nin AC-yə nisbəti 2 bölək 3'dür. Yəni 2x, 3x yaza bilərik. B-də bizdə 6 uşaq buranı soruşur. Nisbətləri götürə bilərik. 2'nin 3'ə, 2x'in yəni 3x-a nisbəti bərabərdir 6'ın aya nisbəti. Burada x-lar silah olsa, ixtisar getsə 2'ə bərabərdir 18, aya aldıq 9. Yəni cavab C variantı. Sonra aşağı baxırıq. 38-ci suala baxalım. Deməli x kvadratı çıx x çıx 2
Məxrəcdə vurğulanaraq x çıxaq 2, x üzrə 2 vuraq. Sürətdə x-i mötərizə xaricına çıxarsaq, məxrəclə vurğulanarsak, hələ ki lazım olan ixtisarlarımızı aparaq, x plus 2-lər gedər. Bərabər, sürəti vurğulanarsak, x çıxaq 2, x üzrə 1 şəklində yaza bilərik. Məxrəc olduğu kimi. Sürətdə x, məxrəcdə x çıxaq 1, x üzrə 1. Burada gördüyünüz kimi x üzrə 1-lər ixtisar getdi, x çıxaq 2-lər ixtisar getdi, cavab qaldı. X bölək, x çıxaq 1. Yəni cavab C variantı. Sonra baxaq, 39-cu suala baxırıq uşaqlar. Deməli, sual belədir. Kosinus kvadratı x üstələk 2 kosinus x üstələk 1 bərabər 0. Biz kosinus x-də aşağı bir dənə t vəzəməsi aparaq. T kvadrat üstələk 2t üstələk 1 bərabər 0. Bu da gördüyümüz kimi ifadə cəminin kvadratıdır. Buradan t aşağı mənfi 1 alarıq. Kosinus x bərabər mənfi 1. Bu da xüsusi halda. Xüsusi halda pi üstələk dövrü olur 2 pi k. Pi üstələk 2 pi k aşağı cavab A variantıdır. 40-cı suala baxaq uşaqlar. 40-da deməli deyir ki, kök altında 6,4. Biz bunu belə də yaza bilərik. 0,1 vuraq 64 yazaq. Üstələk 0,4 yazaq. 4 vuraq 0,1 yazaq. 64-dən 8 çıxar, kök altında 0,1 qalar. 2 kök altında 0,1 bərabərdir. 10 kök altında 0,1. Şələ yerindən 10'u kök altında salsaq, 100 vuraq 0,1 kimi kökün altında girsə, kök altında 10. Yəni D variantı alarıq. 41'ə baxırıq. Sonsuz olan həndələ silsilələri cəmi 15'dir. 2-3'də 1 uşaqlar. Bizdən B1'i soruşur. Sonsuz olan həndələ silsilərin cəm düsturunu qeyd etdik. 15 bərabərdir. B1 bölünmüş 1 çıxaq 3'də 1. 1'dən 3'də 1 çıxaq 3'də 2 eləyər. Buradan aşağı çarpaz vursaq 15'i vuraq 3'də 2'yə. B1'ə də alarıq 10. Yəni cavab uşaqlar 41-ci sualda 10'dur. 42-ci suala baxırıq. Kompleks ədədlərdə Z1 5 çıxaq idi, Z2 3 üstələk idi. Bunların hasilini soruşur. Bəli, hasilini soruşsa bir çoxərli kimi bir-birinə vura bilərik. 1-1 vursa 15 üstələk 5-i çıxaq 3-i çıxaq i kvadratı bərabərdir. 15 üstələk 2i. Şöyle bizə bilik i kvadratı mənfi 1'ə bərabərdir. Ona görə müsbət 1 olar. 16 üstələk 2i. Yəni cavab A variantı uşaqlar. Şöyle zəhmət olmasa bir dənə kanala da abunə olardınız. Deməli nə deyir? Sinus 60 dərəcə üstələk kosinus 30 dərəcə. Məxrəcdə tangis 60 dərəcə üstələk kotangis 30 dərəcəni hesablayın. Şöyle sinus 60'da biz bilirik ki, kök 3 bölü 2 alır. Kosinus 30'da da kök 3 bölü 2 alır. Tangis 60'da kök 3, kotangis 60'da da kök 3 alır. Sürəti toplasaq 2 kök 3 bölü 2, yəni kökdə 3, burada da 2 kök 3 eləyər. Köklər ixtisar getsə uşaqlar 2'də 1. Deməli cavab oldu nə olduğunda cavab C variantı.